Lerik rayonunda Mehmet Hüseyin Əliyevin prokuror əsərini mənim quruluşumda və mərhum sənətkarımız Oruc Qurbanovun birgə bir yerdə verdiyimiz quruluş əsasında hazırladığımız tamaşanı sezon finalı olaraq teatr sezonunu Lerik rayonunda bax gördüyünüz bu mədəniyyət evində oynadıq və çox uğurlu bir tamaşa alındı. Və inşallah da düşünürəm ki, növbəti sezonda da yeni tamaşalarımız olacaq. Sentyabr və oktyabr aylarında nəzərdə tutduğumuz 3 tamaşanın premyerası olacaq və 2023-cü ilin sonuna isə daha bir neçə tamaşamızın premyerası nəzərdə tutulur və düşünürəm ki, bu il Lənkəran Dövlət Dram Teatrı üçün çox uğurlu bir il oldu və növbəti ildə düşünürəm ki, uğurlu bir il olacaq. Bu tikinti işlərinə əlaqədar olan uşaqlar bir işini qutara bilmədi. Günümüzün əsas problemlərindən olan korrupsiya, hüquq pozmaları barəsində olan məsələlər ilə kifayət qədər gözəl çatdırıldı. Həmçinin cinayətə və cinayətkarlığa qarşı mübarizənin necə mühüm əhəmiyyət kəsb etdiyini istər keçmiş zamanlarda, istər indiki, istər gələcək zamanlarda tamaşaçıya aşılandı. Mehmet Hüseyin Əliyevin vaxtı ilə işlədiyi, boya başa çatdığı bu rayonda bu hadisələrin hər bir deməli səhnəsi bu rayonda rast gəldiyi insanların arasında prototipləri olmuşdur. Düşünürəm ki, tamaşa çox böyük müvəffəqiyyətlə deməli səhnəyə qoyuldu. Aktyorlar yüksək ifaçılıqlarını bir daha nümayiş etdirdilər. Düşünürəm ki, Heydər Əliyev kimi bir dahi şəxsin 100 illik təntənəli keçirildiyi bu günlərdə bu ən böyük hədiyyələrdən biri olacaqdır. Prokuror tamaşası mənim peşəkar teatrda, Lənkəran Dövlət Dram Teatrında ilk tamaşam olub, ilk başrol oynadığım tamaşam olub və bugün sezonu biz prokuror tamaşası ilə bitirdik. Mən bütün truppaya, bütün yaradıcı heyətə, texniki heyətə təşəkkürümü bildirirəm. Bizimlə əziyyət çəkən, əziyyəti olan, tamaşada əziyyəti olan bütün insanlara təşəkkürümü bildirirəm. Eyni zamanda da bizim həm teatrımızın baş rejissoru, həm də tamaşamızın rejissoru Anar Babalıya təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu sezon bizim üçün çox uğurlu bir sezon oldu, mən elə düşünürəm. Öz adımdan danışsam, mənim üçün yaradıcılıq baxımından çox uğurlu oldu və bunun davam edəcəyini böyük səbirsizliklə gözləyirəm. Gel çıktı. Bilirəm ki, deyəcəksən ki, bəs qanun. Qanun mən özümə oğul. Eşidirsən?